Hamıya salam uşaqlar. Bugün Dövlət İmtahan Mərkəzi buraxılış imtahanına bağlı yeni bir qərar aldı. 2027-ci ildə 11-lik buraxılış imtahanında yeni imtahan modeli tətbiq olunacaq. Bu nə modeldir? Birinci bir dinləmə mətni veriləcək və dinlədikdən sonra siz bu mətn əsasında 4 qapalı tipli test tapşırıq yerinə yetirəcəksiniz. Daha sonra oxu və leksik qrammatik bacarıqların qiymətləndirilməsi üçün isə sizə 2 oxu mətni təqdim olunacaq və bu hər oxu mətni üçün isə 4 qapalı test tapşırığı olacaq. Yəni 8 qapalı test tapşırığı 2 mətn üzrə olacaq. Daha sonra əlavə olaraq leksik və qrammatik biliklərin ölçülməsi üçün 13 qapalı test tapşırığı veriləcək. Daha sonra bu test tapşırıqlarını yerinə yetirdikdən sonra sonunda isə yazı bacarığının qiymətləndirilməsi üçün sizə verilmiş mövzu və ya sual əsasında yazı işi tələb olunacaq və şagirdlər ən azı 100 söz həcmində bir abzasdan ibarət mətn yazmalısınız. Bu 2027-ci ildə tətbiq olunacaq yeni ingilis dili test metodudur, imtahan modelidir və buna uyğun da bir ədəd imtahan modeli verilmişdir. Bu imtahan modelimizin də PDF forması Telegram kanalımızda mövcuddur və bunun PDF linkini də Instagram, daha doğrusu açıqlama qismində, yorum qismində buraxacağım. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hər birinizə uğurlar.